Salam uşaqlar, bugün dərsliyimizin 77, 78, 81 və 82-ci səhifələrini yerinə yetirəcəyik. Ayın tarixlərində artıq görürsünüz ki, hər bir səhifədə qeyd edirəm. 2 səhifə Azərbaycan dili, 2 səhifə riyaziyyatımız var. Gəlin, Azərbaycan dili ilə başlayaq. Birinci sualımız. Həmişə böyük hərflə yazılan sözlər hansı bənddə verilib? Nərgiz, Aslan, Bənövşə, Ulduz, İntiqam, Şirin, Araz, Xəzər. Uşaqlar, Nərgiz həm balaca hərflə yazılır, həm kiçik hərflə, həm də böyük hərflə. Aslan da həmçinin. Bənövşə həm kiçiylə yazılır, həm böyüklə. Ulduz da həm kiçiylə, həm böyüklə yazılır. Yəni həm ümumi isimdir, həm də xüsusi isimdir. Bizə lazımdır ki, ancaq xüsusi isim olsun, ümumi isim yox. İntiqam həm kiçik hərflə yazılır, həm böyük. Şirin də o qaydada. Araz ancaq böyüklə yazılır, Xəzər ancaq böyüklə yazılır. Bizdə də ancaq böyük hərf istəyirdi. Yəni bunlar ancaq xüsusi isimlərdir. İkinci sualımız. Hansı sözdə lar hissəciyi nar kimi oxunur? Baxın, üstündə ki yazmayıb ki, yox. Deməli, bizdən lar istəyir. Nar kimi tələffüz olunanı. Qoyunlar, tarlar, kibritlər, uşaqlar. Hansında nar kimi tələffüz olunacaq? Elə cavab A bəndidir. Qoyunlar yazırıq, qoyunlar deyirik. Üçüncü sualımız. Ad bildirən. Deməli, isim olmalıdır. Əks mənalı, yəni antonim. Həm isim olmalıdır, həm də antonim. Ad bildirən əks mənalı sözlər hansı bənddə verilib? Alçaq, hündür. Əks mənalıdır, amma ad bildirmir. Əlamət bildirir, sifətdir. Dost, düşmən. Deməli, ad bildirir, antonimdir. B-ni götürürük. Amma o birislərində nəzərdən keçirdiririk. Oturmaq, durmaq. Antonimdir, amma hərəkət bildirir. Az, çox. Antonimdir, amma say bildirir. Deməli, birincisi sifət idi. Hamısı antonimdir. C, feil idi, hərəkət bildirir. Az, çox da say idi. Bizdə nə istəyirdi? İsimi. İsim də dost, düşməndədir. Dördüncü sual. Aşağıdakilərdən hansı atalar sözüdür? Arılar çiçəkdən çiçəyə qonurdu. Bu nəqli cümlədir. Bu adi cümlədir. Burada atalar sözü yoxdur. Bal faydalı qidadır. Bu da adi cümlədir. Zəhmətsiz bal yeməzlər. Atalar sözləri nə bildirir bizə? Məsləhət, nəsihət, fikir, öyüd, bunları bildirir. Zəhmətsiz bal yeməzlər. Baxın, sizə öyüd eləyir, nəsihət edir ki, məsləhət edir ki, yəni nəyisə zəhmətsiz yemək istər. Yəni burada baldan söhbət gedir. Amma ümumilikdə sizə qazancınızdan danışır. Yəni deyir, hər hansı bir qazanc istəyirsinizsə, orada mütləq şəkildə zəhmət çəkməlisiniz. C bəndi atalar sözüdür. Bal arılar tərəfindən istehsal olunur. Bu da adi cümlədir. Beşinci sualımız. Biraz balacaladıq. Verilmiş cümlədə icraçı və hərəkəti bildirən sözlər hansılardır? İcraçı bir xətt, hərəkət bildirən sözlər iki xəttdə olur. Biz bunu sizdən keçmişik. İcraçı mübtədadır, hərəkət bildirən söz isə cümlənin xəbəridir. İndi biz burada bunları tapmalıyıq. Çaydakı balıqlar bir sağa, bir sola üzürdülər. Nə edirdilər? Üzürdülər. Nə? Balıqlar. Deməli, burada hərəkət üzürdülər, icraçı da balıqdır. O da var hansı bənddə? B bəndində. 5-də B bəndini götürdük. Altıncı sual. Məkan, məzmun, əsas fikir. Məkan hərəkətin olduğu yerdə, yəni hadisənin olduğu yerdə. Məzmun nədən danışılır? Əsas fikirdə əsas ideya deməkdir. Mətndən çıxan nəticə. Mətndən çıxan nəticə bu əsas fikirdir. Yaşıl olmalıdır. Hadisələrin baş verdiyi yer məkan. Bunu rəqəmlə işarələyək. 1, 2 və bu 1, 2, 3 oldu. Hadisələrin baş verdiyi yer məkandır. Birə aid gəlir. Mətndəki əsas hadisələr məzmundur.
Birincini də demişdik, mətndən çıxan nəticə də əsas fikirdir. Deməli, yaşıl, göy, ikinci də qırmızı. Yaşıl, göy, qırmızı. Hansı bənd də verilib? Burada da bəndlərlə yazacağıq. Deməli, göy B-dir. Göy B-dir. Bunlar gecəydi, getdi. Qırmızı C-dir. Qırmızılar, bu iki dənə qalıb. Qırmızılar C-dir burada. Görürsünüz, göy B-dir, qırmızı C-dir. Onda bu da getdi. Yaşıl da A-dır. Yaşıl da A-dır. D variantını götürdük. Yəni burada uyğunlaşdırmada diqqət yetirmək lazımdır ki, A, B, C-ni düzgün yerləşdirək. 7-ci sual. Hansı cümlədə hərəkət bildirən sözün zamanı digərlərindən fərqlənir? Zamanı. Hərəkət bildirən sözün zamanı. Yəni feilin zamanı. Feilin neçə zamanı var? 3. Keçmiş zaman dünəndə qaldı. İndiki zaman bugünü bildirir. Gələcək zaman isə sabahı bildirir. Yəni gələcək hələ gələcək. Çantamı yeni aldım. Keçmiş zaman. Yeməyimin hamısını yedim. Keçmiş zaman. Əli çox səliqəli yazır. İndi yazır. İndiki zaman. Anam mənə piçeyni bişirdi. Keçmiş zaman. Deməli, 3'ü keçmişdi, biri indikidir. Bizdən də fərqli olanı istəyirdi. C-ni götürdük. 8-ci sual. Əks mənalı sözləri göstərin. Əks mənalı sözlər nədir? Antonimlər. Balaca, kiçik sinonimdir. Təzə, yeni sinonimdir. Gözəl, göyçək sinonimdir. Uzun, qısa antonimdir. Yəni əks mənalı sözdür. 9-cu sual. Nümunədəki hərəkətin təsdiq və ya inkarını bildirən sözlərin sayını müəyyən edin. Təsdiq, inkar. Hərəkət bildirən sözlər, yəni feillər ya təsdiqdə olur, ya inkarda. Və inkarın şəkilçisi nə idi? Ma, mə, bir də qısaldılmış mı? İndiki zamanda mıdır, keçmiş zamanda, gələcək zamanda ma, mə. Təmiz yu, əl, üzünü. Burada indi neçə dənə təsdiq, neçə dənə inkar var. Təmiz yu. Bu təsdiqdir. Danış sözün düzünü. Danış təsdiqdir. Yerə sürtmə özünü. Mamə, sürtmə, inkardır. Yaxşı otur, yaxşı dur. Otur təsdiqdir. Dur təsdiqdir. İndi 1, 2, 3, 4 dənə təsdiq var. Bir dənə inkar. 4 təsdiq, 1 inkar. Hansı bənddə verilib? B bəndində. Baxın, 4 təsdiq, 1 inkar. Biri gələcəkdə baş verəcək hərəkət deyil. Gələcək zamanının neçə şəkilçisi var idi? 2. Birinci şəkilçisi acaq, əcək. Saatlə bitərsə yacaq, yecək. İkincisi şəkilçisi də ar, ər. Saatlə bitərsə yar, yer. Biz bunu keçmişik. Biri deyir, gələcəkdə baş verəcək hərəkət deyil. Alacaq, baxacaq, yazacaq, gülür. Baxın, acaq, acaq, acaq. Bunlar üçü də gələcək zamandadır. Gülür, nə edir? Bu indiki zamandadır. Davam edək. Biri mətnin giriş hissəsinə aid deyil. Biri mətnin giriş hissəsinə aid deyil. Obrazların adı çəkilir, hadisələrin yeri göstərilir, qəhrəmanların başına gələn hadisələr nəql olunur, hadisələrin zamanı göstərilir. Deməli, obrazların adı çəkilir, giriş hissədə, hadisələrin yeri göstərilir. Məsələn üçün, deyik, filan yerdə bir hadisə olub. Hadisələrin zamanı göstərilir, deyir ki, yay fəslində olub, məsəl üçün. Bunlar hamısı giriş hissədə olur. Amma qəhrəmanların başına gələn hadisələr mətnin əsas hissəsində olur. C bəndini götürdük. Hansı bənddəki bütün sözlər gözlə görünən varlıqlardır? Gözlə görünən varlıqlar. Deməli, isimlər, yəni ad bildirən sözlər bu əlamətə görə iki cür olur. Konkret isimlər, mücərrəd isimlər. Konkret isimləri gözlə görürük, mücərrəd isimləri isə gözlə görünmür. İndi bizdən nə istəyir? Gözlə görünən, yəni bizdən konkret isimləri istəyir. Konkret isimləri istəyir. Gözəllik, sevinç, kitab. Sevinci görə bilmirik. Günəş, dost, yaylıq. Ağıl, cəsarət, xoşbəxtlik. Çiyələk, vicdan, yuxu.
Ağlı görmürük, sevinci görmürük, vicdanı da görmürük. Yəni bax burada fakt görmədiklərimizi çıxsaq, yerdə hansı bənd qalır? B. Günəşi, başınızı qaldırsanız günəşi görəcəksiniz əgər səhərdirsə. Dostumuzu görürük, yaylığımızı da görürük. Deməli, konkret olanlar B bəndindədir. Hərəkətin icra olunub olunmamasına görə ardıcılığı hansı söz tamamlayar? Hərəkətin icra olunub olunmaması təsdiq və inkardır. Gəlmir, inkar. Oturmur, inkar. Yazmamaq, inkar. Onda bizdən də nə istəyir? İnkar. Əgər üçü inkardırsa və deyirsə ardıcılığı davam etdir, onda bizə də inkar lazımdır. Baxır, təsdiqdir. Sevindilər, təsdiqdir. Yaşamaq, təsdiqdir. Görmədik. Baxın, mamə şəkilçisi var. Bu, inkardır. Dördüncü sual. Hansı bənddə müsbət obraza aid xüsusiyyətlər verilib? Lovğalıq, kinlilik, xəbərçilik, qayğıkeşlik. Bizdə müsbət istəyir. Lovğalıq müsbət deyil. Xəbərçilik heç müsbət deyil. Kinli olmaq da müsbət deyil. Yəni kimləsə küsülü qalmaq. Müsbət olan nədir? Qayğıkeşlik. 5-ci sual. Hansı bənddə yaxın mənalı, nəzakətli ifadələr verilmişdir? Deməli, həm yaxın mənalı olmalıdır, həm də nəzakətli fikir olmalıdır. Xudahafiz xahiş edirəm, minnətdaram, təşəkkür edirəm. İcazənizlə görüşənədək xoş gördük, əlvida. Deməli, D deyil uşaqlar. Niyə D deyil? Çünki xoş gördük salamlaşanda, əlvida sağollaşandadır. Bizdən yaxın mənalı istəyir. Xudahafiz sağollaşmaqdır, xahiş etmək neysə istəməkdir. İcazənizlə görüşənədək heç aidiyyatı yoxdur. Burada yaxın mənalı bir durum yoxdur. Minnətdaram. Minnətdarama ikinci nə deyirik? Təşəkkür edirəm. Başqa bir sözlə də çox sağ ol deyirik. Minnətdaram, təşəkkür edirəm, çox sağ ol. Bunlar yaxın mənalı ifadələrdir və nəzakət bildirən sözlərdir. Ümumiyyətlə, buradakı sözlərin hamısı nəzakət bildirirdi uşaqlar. Amma yaxın mənalısı, yəni eyni mənalısı o idi. 6-cı sualımız. Verilmiş cümlədə altından xətt çəkilmiş sözün izahı hansıdır? Tədbirdə hamı qara rəngli kostyum geyinmişdir. Nə etmişdir? Geyinmişdir. Kim? Hamı. Nəyi geyinmişdi? Kostyumu geyinmişdi. Paltar və s. üstündən geyilən üst geyim, paltarın beldən aşağı tərəfə uzanan hissəsi, pencək, şalvar, bəzən də jiletdən ibarət üst geyim, başa boyuna sarmaq, yaxud çiynə salmaq üçün uzunsov parçadan tikilmiş məmulat. Bu şərtdir. Bu kostyum deyil. Bizdən kostyumu istəyir. Pencək, şalvar, bəzən də jiletdən ibarət olan üst geyimə deyirlər kostyum. Kostyum yazırıq, kostyum deyirik. Mətnin hansı cümləsində zaman ünsürü verilib? Zaman. Soyuq bir qış günüydü. Səma titrəyərək mağazadan evə doğru addımlayırdı. Yolda özü kimi soyuqdan titrəyən pişik gördü. Heç düşünmədən pişiyi götürüb evə getdi. Hansı cümlədə, neçə nömrəli cümlədə zaman var? Baxın, 1 nömrəli cümlədə qış zaman bildirir. Nə zaman? Qışda. O da var A bəndində. 8-ci sual. Hansı bənddə səhvə yol verilmişdir? Sözlərin sətirdən sətrə keçirilməsi. Sözləri sətirdən sətrə nə ilə keçirdirik? Hecalarla. Yəni sözü düzgün hecaya ayırırıq və sətirdən sətrə keçirdirik. Qayıq doğrudur. Qorxaq doğrudur. Padşah doğrudur. Pələng doğru deyil. Pələngi necə keçirdə bilərik? Pələng demirik axı, deyirik. Pələng. L burada olmamalıydı. Yanlış olan budur. Bizdən də yanlış istəyirdi. 9-cu sual. Hansı cümlədə çoxluq bildirən hissəcik qəbul etmiş söz var? Çoxluq bildirən hissəcik, yəni şəkilçi. Çoxluq bildirən şəkilçisi hansıdır? Lar, lər. İsmin cəm şəkilçisidir və qrammatik şəkilçidir. Yay tətilimi babam ilə birlikdə keçirtdim. Dünəndən yağan yağış nəhayət kəsildi. Müəllimi anam qədər çox sevirəm. Nə gözəl. Müəllim bütün şagirdlərinə kitab hədiyyə etdi.
Şagirdləri nə? Lar, lər. D bəndi. Burada çoxluq var. Azərbaycan dilinin sonuncu sualı. Hansı söz səhv yazılmışdır? Hansı söz səhv yazılmışdır? Nəqarət, qəhrəman, təbaşir, həyəcan. Uşaqlar sizcə bu hansıdır? B deyil. Təbaşir doğrudur, həyəcan doğrudur, qəhrəman sözlər doğrudur. Biz nəqarət deyirik, amma yazında nə yazırıq? Naqarət. Burada olmalıdır A. Naqarət. Riyaziyyat fənni ilə davam edək. Riyaziyyat fənninin birinci sualı. 19 böyükdür buradakı ədəddən. Yuxarıdakı müqayisədə almanın yerinə uyğun gələn ədədlərdən neçəsi tək ədəddir? 19 nədən böyük ola bilər? 18-dən, 17-dən, 16-dan, 15-dən və gəlir axırda 1-ə qədər, hətta 0-a qədər. Müsbət ədədləri nəzərdə tuturuq. Deməli, bunların yerinə nə yaza bilər? 18-dən 5 çıxanda neçə qalır? 13. Bizə təkləri istəyir. Onda 16-nı götürürük. 16-dan 5 çıxanda 11. 14. 14-dən 5 çıxırıq. 9. 12-dən 5 çıxırıq. 7. 10-dan 5 çıxırıq. 5. Sonra 8-dən 5 çıxırıq. 3. 6-dan 5 çıxırıq. 1. 4-dən də 5 çıxmaq olmur artıq. Bizdən də burada nə istəyirdi? Tək ədədlər, bizə təkləri saydıq. 1, 2, 3, 4, 5, 6, 7 dənə. 7 dənə tək ədəd. O da götürülür D bəndidir. İndi uşaqlar, 12 qoyuram bura. 13-ün üstünə 5, 18 elədir. 11-in üstünə 5, 16 əlimizdə var. Bizə deyirdi ki, bütün ədədləri istəmirəm. Bütün ədədlər 18-dən 0-a qədər gedir. O bizə təkləri istəyirdi. Ona görə biz 2-2 azaltdıq. 18, 16, 14, 12, 10 kimi getdik. Və təklərin də sayı 7 dənədir. Bağçamızda 56 ədəd ağac var. Babam bağçaya bir neçə ədəd ağac əkdikdən sonra bağçamızda 88 ağac oldu. Deməli, var idi 56. Nə qədərsə əkmişik bilmirik. Olub 88. Babam neçə ağac əkib? Məchul toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxırıq. Yəni 88-dən 56-nı çıxırıq. 8-dən 6, 2, 8-dən 5, 3. Cavab edir 32. 24 üstəgəl 18 ədədinin cəminə hansı ədədi əlavə etsək 8 onluq alınır? 8 onluq yəni 80. Bizdən 80 alınmağını istəyir. Əvvəl 24-ün üstünə 18 gələk. 24 üstəgəl 18. 4-ün üstünə 8, 12, 1 yadda. 2-nin üstünə 1, 3, 1 də yadda 4. 42. Deyir, indi 42-nin üstünə neçə gəlməli ki 80 alınsın? 8 onluğu çevirdik 80-ə. Yenə də toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxırıq. Yəni 80-dən 42-ni çıxırıq. 80-dən birinci 40-ı çıxaq. 40, 40-dan da 2-ni çıxanda eləyir 38. Cavab B bəndi. Kubun tillərinin sayı. Düzbucaqlı prizmanın düz üzlərinin sayı. Demək, düzbucaqlı prizmanın düz üzlərinin sayı. Bunların cəmi nəyə bərabərdir? Birinci kubun tilləri ilə başlayaq. Kub. Kub nədir uşaqlar? Yadımıza salaq. Bax, bu kubdur. Kubun neçə tili var? 12. Kubun 12 tili var. Düzbucaqlı prizma. O da elə kuboy da bərabərdir. Deməli, bir dəqiqə. Düzbucaqlı prizma da uşaqlar. Baxın. O da elə kuboid deməkdir. Bunları nə edirik? Birləşdiririk. Olur düzbucaqlı prizma. Düzbucaqlı prizmanın düz üzlərinin sayı. O da 6'dır.
Düzbucaqlı prizmanın. Öndə 12-nin üstünə 6 gələndə nə edir? 18. 4-də B bəndini götürdük. 32 və 68 ədədlərin cəmindən 32 ilə 68-in cəmindən 73 və 25 ədədlərin fərqi 73 ilə 25-in fərqini çıxsaq cavab neçə olar? Deməli əvvəlcə 32 ilə 68-i toplayaq. 2 ilə 8 10 0 yazdıq 1 yadda. 3 ilə 6 9 1 də yadda 10 o da elədi 100. Bu cəm 73 ilə 25-in fərqi. 3-dən 5 çıxmaq olmur. 13-dən 5 8 6-dan da 2 4. Bu da eləyir 48. Deyir indi 100-dən 48-i çıx. Fərqini istəyir bizdən. 100-dən 40 çıxırıq. 60. 60-dan da 8 çıxanda qalır 52. Cavab B bəndi. Bacım və qardaşım 2 nəfərdir. Baxın, bacım və qardaşım. Hər biri mənə 50 qəpik pul verib. Bacı 50 qəpik verib, qardaş da 50 qəpik verib. Deməli, ümumilikdə 100 qəpik verilib. Bir ədədi 20 qəpik olan qələmdən neçə ədəd ala bilərəm? Deməli, 100 qəpiyimiz var. Bacı 50, qardaş 50 verdi, 100 qəpiyimiz var. İndi 100 qəpiyin içində neçə dənə 20 qəpik var? Biz bunun bölməsini keçmişik. 100-ü 20-yə bölürük. Və nə demişəm? Bölmə zamanı hər ikisində eyni qədər sıfırı silə bilirik. Yerdə nə qalır? 10 böl 2. O da deyir 5. Deməli, mən 5 dənə qələm ala bilərəm. O da var D bəndində. Bir ananas 3 alma ağırlığındadır. 9 ananas neçə almaya bərabərdir? İndi baxın. Bir ananas 3 almaya bərabərdir. Bir ananas 3 almadırsa 9 ananas tapmaq üçün 9'u vururuq 3'e. O da eləyir 27. Yəni bizə 9 dənə üçlük lazımdır. Yüzlük kvadrat. Yüzlük kvadratda ədədlər yuxarıdan aşağı gəldikcə 10 artır. Soldan sağa getdikcə 1 artır. İndi tərsinə gedəndə də 1 azalır və ya 10 azalır. 55-dən əvvələ gəlirik 54, 54, 55, bura oldu 56. Yuxarıdan aşağı 10 artıbsa, aşağıdan yuxarı 10 azalır. 56-dan 10 çıxırıq 46, 46-dan 10 çıxırıq 36. Deməli, ulduz oldu 36. 47-dən yuxarı 37, 37-dən yuxarı 27, 27-dən sonra 28, indi 28-dən yuxarı 18. Deyir ki, bu simvollara uyğun gələn ədədlərin cəmini tap. Yəni 36 ilə 18-in cəmini. 6 ilə 8 14 1 yadda, 3 üstünə 1 4, bir də yadda 5. Cavab elədi 54. İndi baxaq görək 54 ədədi hansı sxemdə verilib? C ədəd 1 2 3 4 5 1 2 3 4 54. 9-cu sual. Adil 2 qutu maska aldı və 15 maskadan istifadə etdi. Qutuda nə qədər var hələ bilmirik. 15 maska işlədib. Bir qutuda 28 maska var. Aha, deməli 2 qutu alıb. Bir qutuda 28'dir. İndi ümumi neçə maska olur? 8, 8, 16, 6 yazdıq. Bir yadda 2 ilə 2, 4, bir də yadda 5. Ümumi 56 maskamız var. Bu 56 maskadan 15 maskasını işlətmişiksə, deməli bu azalıb. 56-dan 15'e çıxaq. Edir 41. İndi sualımız da buydu. Neçə maska qaldı? 41 maska qaldı. Çəndə 78 litr su var. Çəndəki 46 litr su ilə ağacları suvardılar. Yəni su işləndi. Su işlənibsə qutar azalır, çıxmadı. Sonra çənə 23 litr su əlavə etdilər. Axırda çəndə nə qədər su oldu? İşlədəndə azalır, əlavə edəndə çoxalır. Deməli, əvvəlcə 78-dən 46-nı çıxırıq. 8-dən 6, 2, 7-dən 4, 3, edir 32. Sonra 32-nin üstünə 23'ü əlavə ediblər. 2 ilə 3, 5, 3 ilə 2, 5. İndi neçə litr su oldu? 55 litr. Növbəti riyaziyyat sualı.
Növbəti səhifədəyik. Avtobusda 59 sərnişin var idi. Birinci dayanacaqda avtobusun 18 sərnişin düşdü. Düşəndə azalır. Deməli, çıx 18. İkinci dayanacaqda avtobusa düşənlərdən 3 nəfər çox sərnişin mindi. 3 nəfər çox. Neçə nəfər düşmüşdü? 18. 18-dən 3 nəfər çox nədir? 21. Deməli, 21 nəfər mindi. Avtobusda neçə sərnişin oldu? Elə bundan öncəki məsələyə bənzəyir. 59 var idi. 18-i düşdü. 9-dan 8 çıxırıq 1. 5-dən 1, 4. Oldu 41. Sonra deyir ki, 18-dən 3 nəfər çox mindi. 18-dən 3 nəfər çox 21-dir. Yəni 21 nəfər mindi. 41 qalmışdı. 21 nəfər mindi. 1 ilə 1, 2, 4 ilə 2, 6. 62 sərnişin oldu. Birinci ədəd 48. Hər sonraki ədəd özündən əvvəlkindən 2 dəfə kiçik olan 3 ədədin cəmini tapın. Birinci ədəd 48. 48-dən 2 dəfə kiçik. 40-ın yarısı 20, 8-in yarısı da 4. 20 o da 4, 24. İndi 24-dən 2 dəfə kiçik. 20-nin yarısı 10, 4-ün yarısı 2. 10 o da ki 12. 3 ədəd istəyir. İndi bizdən də bunların cəmini istəyir. 8 ilə 2, 10, o da 4, 14. 4 yazdıq. 1 yadda. 4-ün üstünə 2, 6, 6-nın üstünə 1, 7, 1 də yadda 8. Cavab 84. Kubun til və təpələrinin sayları cəmi düzbucaqlı prizmanın üzlərinin sayından neçə vahid çoxdur? Kubun tili, bayaq demişdik, 12 tili var. Təpələri də 8 təpə nöqtəsi var. Bunların cəmi neçə eləyir? 12 ilə 8-in cəmi elədi 20. Deməli 20 lazımdır bizə. Düzbucaqlı prizmanın üzlərinin sayı. Düzbucaqlı prizmanın üzünün sayı da 6-dır. Deyir indi 26-dan neçə vahid çoxdur? Tapmaq üçün 20-dən 6-nı çıxırıq. O da eləyir 14. Dördüncü sual. 9 vur 6 hasilində birinci vuruğu 3 vahid azaldıb. İkinci vuruğu 2 vahid artırsaq, hasil necə dəyişir? Gəlin əvvəlcə 9-u 6-ya vuraq. 9 vur 6 eləyir 54. Bu əlimizdə olan. İndi birinci vuruğu 3 vahid azalt. 9-u 3 vahid azaltsam nə edir? 6. İkinci vuruğu 2 vahid artır. Yəni 6-nı 2 vahid artır. 8. 6 vur 8 nə edir? 48. 54 idi, oldu 48. Artdı, azaldı? Azaldı. Bəs neçə vahid azaldı? Tapmaq üçün 54-dən 48-i çıxırıq. O da edir 6. Deməli 6 vahid azalıb. Boş xanaya neçə yazılmalıdır? Santimetr də var, desimetr də var, metr də var. Ən kiçiyimiz nədir burada? Santimetr. Gəlin hamısını santimetrə çevirək. Birinci santimetrimiz bilmirik. İkinci, 1 desimetr 10, o da 7 santimetr, elir 17 santimetr. 1 metrdə elir 100 santimetr. Hamısını çevirdik santimetrə. Bu cür misallarda ən kiçik vahid nədirsə ona çeviririk. Alınır dama üstə gəl 17 bərabərdir 100. Buranı da onsuz da bizdən santimetrlə istəyir. 100-dən 17-ni çıxırıq. 100-dən 10, 90. 90-dan da 7 çıxanda qalır 83. Deməli, bura 83 yazılmalıdır. 6-cı sual. Şakir baba meyvə bağında 14 alma, 13 armud və bir neçə də nar ağacı olmaqla cəmi 35 meyvə ağacı əkdi. Şakir baba neçə nar ağacı əkdi? Deməli, 35-i bölürük 3 yerə. Almaya, armuda, nara. Alma neçədir? 14. Armud neçədir? 13. Nar neçədir? Bilmirik. Əlimizdə olanları toplayırıq. 14 ilə 13-ü toplayırıq. Eləyir neçə? 27. İndi narı tapmaq üçün 35-dən 27-ni çıxırıq. O da eləyir 8. Cavab B bəndi. Biri digərinin 3 qatı olan 2 ədədin cəmi 64-dür. Böyük ədədi tapın. Yuxarı sinif olsaydıq biz bunu x-la məşğulla eləyərdik. Bax 2 ədəddir. Biri o birinin 3 qatıdır. Yəni burada 3x var, burada da x var.
3x ilə 1x-i toplayanda eləyir 4x. 4x də 64-dürsə, yəni 4-ü neçəyə vuranda 64 eləyir. Bu cür həll eləyərdik. Amma bizim hələ o yaşımız olmadığına görə belə izah edirik. Bu birinci ədəddir. Bu da onun 3 qatıdır. Yəni həmin ədəddən 3 dənədir. 3 qatı. Və bu ikisi bir yerdə eləyir neçə? 64. İndi baxın 1, 2, 3, 4. 4 dama 64-dürsə, bir damanı tapmaq üçün nə edirik? 64-ü bölürük 4-ə. 4-ü bölmək nədir? Bunu da keçməmisiniz. Belə izah edeyim. 4-ə bölmək nədir? Ədədin yarısının yarısı. 64-ün yarısı eləyir 32, 32-nin də yarısı eləyir 16. Amma bölmə əməli ilə keçsək, 6-da 4 neçə dəfədir? Bir dəfədir. Burada 2 qalır. 24-də də 4, 6 dəfə. Cavab yenə də eləyir 16. Deməli, bir ədədimiz 16-dır. Burada isə 3 dənə 16-dır. Bizdən də böyük istəyir. Böyük ədəddə 3 dənə 16 varsa, 3 dənə 16-nı toplayırıq. O da eləyir 48. İndi mən bu bölmə əməlini çubuqlu bölmə halında da göstərim, baxasız. 64-ü bölürük 4-ə. 6 götürürük. 6-da 4 bir dəfə. 1-i 4-ə vururuq 4. Qalır neçə? 2. Sonra 4-ü düşürdürük yanına. 24-ü 4-ə bölürük 6. 6-nı 4-ə vururuq 24. Cavab 0 alınırsa deməli bitib. Və cavab eləyir 16. Hansı bənddə müqayisə səhv verilib? Müqayisədə səhv var yəni. 3 vur 6 18, 4 vur 6 24. Deyir 18 24-dən böyükdür. Xeyr, səhv elə buradadır. 18 24-dən kiçikdir. Amma bu işlərini yoxlayaq. 5 vur 2 10, 7 vur 2 14. 14 böyükdür. 25 bölü 5 5, 9 bölü 3 3, 5 böyükdür. Bu görüşü doğrudur. 30 bölü 2 10, 18 bölü 2 9, 10 böyükdür. Bu da doğrudur. Səhv olan elə A bəndindəydi. 9-cu sual. Sədəfin yaşı 30-dan böyük hər hansı cüt ədəddir? 30-dan böyük hər hansı cüt ədəddir? 32 ola bilər, 34 ola bilər, 36, 38, 40 və s. İndi deyək ki, ən azı neçə ola bilər? 30-dan böyük cüt ədədləri saysaq, 32, 34, 36, 38, 40 və sonsuz sayda gedir. Bizdən ən azı istəyirsə, ən az neçədir? 32. Deməli, sədəfin 32 yaşı var. Sonuncu sualımız. Vüsal bacısından 5 yaş böyükdür. Bu Vüsaldır. Bu da bacısıdır. Bacısının neçə yaşı var bilmirik. Amma Vüsal ondan 5 yaş böyükdür. 8 ildən sonra Vüsal bacısından neçə yaş böyük olacaq? Biz bunu məntiq dərsi keçəndə keçmişdik. İl boyda demişdik. Əgər mən sizdən 5 yaş böyüyəmsə, 100 ildə keçsə mən sizdən 5 yaş böyük olacağım. 10 ildə keçsə mən sizdən 5 yaş böyük olacağım. Yəni, illər artdıqca aradakı yaş fərqi nə artır, nə də azalır. Eyni qalır. Eyni. Və deyək ki, sizin hal-hazırda 8 yaşınız var, mənim 40 yaşım var. 32, deməli 32 yaş fərqimiz var, düzdür? 10 ildən sonra da bizim 32 yaş fərqimiz olacaq. Yəni, illər keçsə də yaş fərqi dəyişmir. Bu qaydadır. 8 ildən sonra da yenə də o bacısından 5 yaş böyük olacaq. Deməli, 10-cu sualda da A bəndini götürdük. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm, bütün tapşırıqları başa düşdük, aydın oldu. Kim hansı tapşırıq başa düşməsə, şərh bölməsində